Mən çox sevinirəm ki, bu tədbir yenə keçirilir. Keçən ildə iştirak etdim. Böyük səviyyə iştirak edirəm. Həmişə də dəstəyəm. Çox sevinirəm ki, Zaur bəy, ümumiyyətlə bütün təşkilatçılar uşaqlara aid bu gözəl yarışmanı Baku Kids Fashion keçirilir. Çox istəyərəm ki, bütün dünyada keçirilən Fashion Kids-ə bizim Azərbaycan balalarımız da qoşulsun. Ən böyük arzumuzdur ki, bu uşaqlar bizi dünyaya bir daha tanıtsın, çıxartsın. Bu mənim ən böyük arzumdur. Bizim balacalarımız bizim gələcəyimizdir. Mən artıq 5 ildir bu layihədə münsif kürsüsündə əyləşirəm və təbii ki, bu boşuna deyil. Düzgün seçim eləmişik hər zaman, ədalətli seçim eləmişik. Çünki valideynlər ayrı bir həvəslə gəlirlər. Təbii ki, hər kəs öz evladını sevir, öz uşaqlarını sevir və istəyir ki, birinci olsun. Amma biz burada əziyyətə dəyər veririk. İstifadə olunan atributlar olsun, xırda toxunuşlar olsun, naxışlar olsun, uşaq olsa da səhnədə onun duruşu, gəzməyi, podiumda necə çıxış eləyir, onların hər birini. Çünki biz özümüz də canlı yarışmadan gəlmişik. Bizə də səhnə duruşunu, səhnədə hərəkəti, rəftarı öyrədiblər vaxtında və təbii ki, biz də oradan yola çıxaraq öz təcrübəmizlə çalışırıq ki, bu gözəl balalarımıza düzgün fikir verək, yönləndirək. Çünki hər il bu layihə olur deyə ötən illərdə nöqsanlara yol verən valideynlər bu illərdə, qarşıda gələn illərdə həmin nöqsanları bərpa edirlər və uşaqlar gəlib yüksək yerlərə, yüksək nəticələrə nail olurlar. Belə layihələrin çox olmağı odur ki, uşaqlarda həvəs yaranır, uşaqlar mədəni böyüyürlər, uşaqlarda zövq formalaşır və buna görə də mən təşkilatçılara minnətdaram, valideynlərə minnətdaram ki, vaxtında uşaqlarımızı düzgün yerə, düzgün sahəyə yönləndirirlər. Uşaqların bacarıqlarını ortaya qoyması üçün çox gözəl bir təşəbbüsdür. İnanıram ki, inşallah dünyaya açılacaq, uşaqlar bizi orada təmsil eləyəcək. Təbii ki, bacarıqlı uşaqlarımız çoxdur. Təşəkkür edirəm təşkilatçılara ki, uşaqlara belə bir şərait yaradırlar. Özlərini inkişaf elətdirmək üçün, içindəki o bacarığı üzə çıxartmaq üçün. Mənlə birgə çalışan İranə xanıma, Xoşqədəm xanıma buradan təşəkkürlərimi bildirirəm. ATV kanalına da təşəkkür edirəm ki, bizə dəstək olursunuz. Bugün bizim balaca dostlarımızın televiziya müsahibəsi olacaq, yarışmanın qalibləridirlər və iki uşaq da Baku Kids kasının rəsmi simasıdır. Elina Əliyeva. Mən Baku Kids Castın rəsmi simalarından biriyəm. Hazırda Baku Cast aktyorluq kurslarından təhsil alıram. Gələcəkdə uğurlu həm model, həm aktrisa olmaq istəyirəm. Və Emil Ağayev. Baku Kids Castın rəsmi simalarından biriyəm. Baku Cast aktyorluq kursunda aktyorluq təhsili alıram və burada çox dəyərli biliklər öyrənirəm. Məqsədim budur ki, gələcəkdə kino və televiziya sahəsində uğur qazanmaqdır. Hər birinə uğurlar arzu edirəm. Mən Nəcəfzadə Mədinə Samir qızı. Mən böyüyəndə model olacağam. Mən Həsən Süd Hüseyn. Yarışmada birinci yer olmuşam. Müəllimələrimə təşəkkür edirəm. Mən Timur Nurəliyevəm. Baku Kids Fashion yarışmasında birinci el qazanmışam. Gələcəkdə proqramist olacağam. Lakin modellikdə davam edəcəm. Mən Bayramlı Oqtay Marifoğlu, 13 yaşım var. Baku Kids Fashion layihəsi yarışmasında birinci olmuşam. Zaur müəllim, İranə müəllim və Xoşqədəm müəllimə mənə yarışmaya göstərdikləri dəstək üçün çox təşəkkür edirəm. Mən Mustafa Nəbizədəyəm. Mən yarışmada birinci yer tutdum. Mən dikəndə basketbolçu olacağam. Mən Bayram Lalə Marif qızı. Baku Kids Fashion yarışmasının qalibiyəm. Yarışmada mənə dəstək olduqları üçün təşəkkür edirəm müəllimlərimə. Mən böyüyəndə model olacağam. Mən Qarayev Əliyəkbər Sultanoğlu. Mənim 9 yaşım var. İncəsənətin növlərini çox sevirəm. Həvəslə qatıldığım model yarışmada birinci olmaq məni çox qürurlandırdı. Mən Raslova Zəhra Nail qızı. 10 yaşım var. Baku Kids Fashion layihəsindən göstərdiyiniz dəstəyə görə Zaur bəyə, Xoşqədəm xanıma, İranə xanıma təşəkkür edirəm. Yarışmamıza qeydiyyat var. Bunu da bildirmək istəyirəm ki, əziz valideynlər və balaca dostlar yarışmamıza qoşulub simanızı bizimlə tanıda bilərsiniz. Bütün uşaqlara uğurlar arzu edirəm. Azərbaycanın uşaqları, gül balaları daha gözəl, daha zövqlü və daha mədəni böyüsünlər inşallah. Gələcəkləri də parlaq olsun.